Salam əziz izləyicilər. Bugün xoşbəxtlik haqqında danışmaq istəyirəm. Xoşbəxtlik nədir? Xoşbəxtlik harda, nə zaman baş verir? Xoşbəxtliyi kim necə görür? Mənim üçün xoşbəxtlik ruhumun sakit olduğu bir yerdədir. Əvvəllər belə düşünürdük ki, tikdiyimiz gözəl evlərdə, sürdüyümüz maşınlarda, böyük nailiyyətlərdə, aldığımız məktəb vaxtı qiymətlərdədir xoşbəxtlik. Ancaq xoşbəxtlik bu deyil. Bəzən elə olur ki, xoşbəxtliyin yanından tez-tez qaçıb gedirik. Xoşbəxt olmaq nə deməkdir? Xoşbəxt olmaq mənim üçün ruhumun sakit olduğu bir yer. Ürəyimin, qəlbimin, ruhumun, zehnimin yaşadığı bir məkandır. Xoşbəxtliyi əldə saxlamaq üçün ən əsas nüanslardan bir neçə dənəsini sadalamaq istəyirəm. Əgər istəyirsiniz ki, bu həyatda xoşbəxt yaşayasınız, heç vaxt keçmişi xatırlamaq lazım deyil. Keçmişi buraxmaq lazımdır. Gələcək zamanda çox fikirləşmək lazım deyil. Xoşbəxtlik indiki halınızda, indiki vəziyyətinizdə yaşadığınız an sizin xoşbəxtlik halınızdır. Bu mənim fikrimcə belədir. Oxuduğum kitablarda, aldığım təlimlərdə xoşbəxtlik bu cürə təsəvvür olunur. Və mən çox fikirləşdim, düşündüm, daşındım. Əvvəl yaşadığım mühitdən indi daha sakit bir şəraitdə, daha sakit Azərbaycanımızın gözəl güşəsi olan Tərtər rayonunda Səhlabad kəndində yaşayıram. Burada daha çox xoşbəxtliyi tapdım. Daha çox hüzürü tapdım. Daha çox şəhərin o səsindən, küyündən kənddə yaşamaq mənim üçün daha bir böyük xoşbəxtlikdir. Xoşbəxtlik mənim üçün budur. Aləmin hüzur tapdığı yer, bədənimin hüzur tapdığı yer, zehnimin, düşüncəmin hüzur tapdığı yer. Xoşbəxtlik bizim yediyimiz təmiz qidalarda, xoşbəxtlik bəzən ailəmizlə oturub bir fincan içdiyimiz çaydadır. Ailəmizlə oturub gözəl bir söhbətdədir. Söhbət eləyib oradan ruhumuzun sakitləşdiyi bir andadır. Xoşbəxt olmaq istəyirsinizsə, heç vaxt müqayisə etməyin. Niyə belə oldu? Həyatınızdan niyələri çıxardın. Çünki bizim həyatımızda olan niyələr Allaha məxsusdur. Xoşbəxtlik mənim qıldığım namazda, oxuduğum dualarda, xoşbəxtlik özümü sevməkdə. Gözəl mənim izləyicilərim, əgər siz özünüzü çox sevərsinizsə, bu anda dünyanın ən xoşbəxti olarsınız. Xoşbəxtlik anlamı dedikdə özünün və ailənin sağlamlığı, özünün və ailənin düşüncələrinin sağlamlığıdır. Hər kəsə 2026-cı ildə xoşbəxt, sakit zehni, gözəl düşüncəsi olmağı arzulayıram. Gözəl hüzünlü ailə olmağı arzuluyuram. Hər birinizə, mənim videolarıma baxan hər bir izləyicimə, eləcə də bütün Azərbaycan xalqına bu ildə mən xoşbəxtlik arzuluyuram.